Hayfdaydı ya belki baklar. Qonum qonşum hamısı yığışırdı bir yerə. Bir dənə təndir salırdılar, lavaş bişirirdilər, südlü balım bişirirdilər. Hələ düşürdü təndirin bacasına küt eləyib uşaqların başına alladırdılar ki, ala bunu yeyin çünki küçələrin canına mıncıq tapasınız. Elə hamısını uşaqlığımızda nə yaşamışıq, yaşamışıq da. Hayf bilmirsən nədir? Həvif deyil, hayf deyil. Eyni şeydir. Sən deyə danışsan ki, elə başqa dünyadan gəlmisən. Hadi otur hamısını yığmışsınız, gölgöyətini zadı yığmışsınız, gətirin qəməltini zadı, aşçıların zadı yığaq qəşək güzəldə. Bir qasturkada avdıq eləyək, bir qasturkada da qəşək qatı qaş eləyək. Nə? Sən bilmirsən avdıqla qatı qaşın arasındakı fərq nə? Avdığı bişirmirlər, yəni qatı qaşını bişirirlər. Sən də deyirəm belə, bu yaşa qədər nə təcrübə çıxsa mənim başım çıxmır. Başqa şeylər də bilmirsən. Elə bil ki, sən bizim belə Hər sual nə deyəcəm? Mən 2012-ci ildən danışıram. O vaxtlar yadımdadır ki, televiziya, radioda ishal sözünə icazə vermirdilər, danışsınlar. Təbrizliklə ishal deməsin. Nə desin, desin qarnım ağrıyır. Nə olmuşam desin. Və bu sözün başqa bir yerinin zadda açıqlaması var. Hə da və yerindən buranın ağzına gələni danışır da. Mən nə deyirəm Allah haqqı dövr dəyişmir. Soğanın qomunun içində 3 dənə soğan sarısan qoysan. 5 oldu. Əvvəl bu boyda qomuydu da bir gülmək boyda eləyirdik. Qaşa giyirdik yanında da pomidorla. İndi uşaqları gün yaşayır. Biz adam olmuşuq. Biz gün yaşamışıq. Biz portağalla banalı bayramdan bayrama görürdük. Anlaması da 10 ildən bir görəndə sevinirdik. Bu məktəbdən qabaq paltarlarımızı alırdıq, ayaqqabımızı zadla yatırdıq. Məktəbin açılan günü sentyabrın 15-i, o vaxtlar 15 açılırdı. Bir gün qabaqda səhərə qədər yatmırdıq. Biz məktəbə başlayacağıq. İndikilərin vecinə də dəyirəm. Məktəb açıldı, bağlandı. Məktəbin heç bir əhəmiyyəti zadı qalmır bunların yanında. Uşaqlığı biz yaşamışıq. Səhər çıxırdıq, axşam saat 11-ə qədər küçələrdə dədəmizin anamızın vecinə dəyirdi ki, biz nə qayırdıq. Hələ deyil ki, hələ deyil. İndi uşaqları qəşəng yaşamır. Məncə biz uşaqlığımızda doyunca yaşamışıq. Bizim vaxtımızda qızlar 10-cu 11-ci sinifdə saçlarını 2 dənə yığırdı, oğul yenta vururdular. İndikilər onu eləyə bilər. Sən özlərini nə hardan atarlar, hə? Biz adam idik. Yadımdadır uşaq vaxtı bir belə simdən zadla maşın düzəldirdik, banka qapaqlarından başa təkərlərin zadı yarışlar keçirdirdik. O günlər var idi. Gülandamın qoyulmasını şəkər vurdu təpəsinə, aparıbla boyunca yatıb. Biz də getdik. Baxdı hələ oğul zad yoxdur yanında. Deyirlər o uşaqları başdan səqqətin biridir da. Biz də elə belə yanında getmişdik. Nəsə gələndə uşaqlar dedilər ki, "Ayta bizim dəftərimiz, ruçkamız, nə maxbuzamız, çırtanımız tutar." Mən də getdim aldım. Deyirəm abala bu çırtanı bir tıqqılı çıxdı işlədim da. Bu gün alım, sonra istəyirsən təzədən alım. Nə maxə? Mən də qalmışam belə yaman gün yamanla. Hələ yaman deməmişəm, sabah sonra bir pəncərədən zaddan at gətirərdim da. Bambulu hərəkət eləməyi bu yaşımda. Nə olub ki, gətirərdim da deyirəm. Heç nə demirəm. Bir dənə o icazə çoqqaladan gözədən zaddan gəldi. Ana, bilməm nə deyim. Sonra bir dənə pəndirməyi eləyim, getsin çukulanda bir dənə yellənsin da boy. Məndən bu qədər. Sizin ağlınıza nələr gəlir? Həyatımda olmadığım qədər Naxçıvan nəticəsində